Azərşəhər Şəhristanı Ustandə qızılgül tolidinin mühüm qutbularındandır və yağçı yağıntıların bərəkətinə bu il bu məhsulun tolidi yuxarı gedibdir. Bülbüllərin xoş nəğməsi və qızılgülün gözəl behişli ətri Azərşəhərin bağlarında və Keşavarlilərin bərəkətli qızılgülün dərməsində fəaliyyətləri. Tolid olan qızılgülün 30% xanigi məsrəf olur və bir bəxşi də gülab çəkilib və ya qurudurlar. Qızılgül behişli bir məhsuldur ki, Keşavarlilərə yuxarı ərişi iqtisadisi vardır. Qızılgül bir dənə iqtisadi məhsuldur ki, su azab hayay və Allaha da şakirik ki, bir illəmə yağıntılar çoxdur və keyfiyyəti məhsulumuz da çox alidir. Bizim məntəqənin qızılgülü behtarin rəngindən, behtarin keyfiyyətindən ələ gəlir. Vəli üçün sənaye təbdili məntəqəmizdə yoxdur, ayrı ustanlara fəravəri üçün ersal olunur. Karşınasların dediği əsasda qızılgüldən eləmək olar 150 cüyə behtaşli qəzai, darui və arayışı məhsullar tolid olunsun. Bizim ustanımız qızılgülün tolidində keşvərdə 4-cü rütbəsi vardı və Azərşəhər Şəhristanı bu behişli məhsulun tolidində ustandə mühüm qutbulardan sayılır. Əhməd Babapur xəbərgüzari Səda və Sima, Azərşəhər.